Hə, cəmaatımız. İndi gələk əsas məsələyə. Biraz danışaq, dərdləşək. Son zamanlar Azərbaycanda heç nə baş vermir. Azərbaycanda baş verənlərin hamısını da 99% cəmaatımız belə olmalıymış kimi qəbul edir. Hər şeylə razılaşır. Qarına bir lokma çörək axtaran, nə bilim 300-400 manatlıq iş axtaran, çamadanın yığıb Avropaya qaçmaq istəyən, nə bilim Avropaya qaçıb Avropada oturum almaq istəyən, hamısı öz yolunda, öz işlərini yoluna qoymaq üçün, bir qarın çörək üçün lazımı olan yollara alatırlar. Bir işi ələ keçirmək üçün məmurlara və yaxud Azərbaycanda tüğyan edən haqsızlıklara göz yumurlar. Tək mənim işim olsun, üniversitede okuyan oğlum ya kızım üniversite diplomu alsın, o diplomu neylesin, tuvalette oturanda vərəqlərin bir cırıb istifade etsin, oğlum əsgərlikdədir, qoy əsgərliyini bitirsin, sağ-salamat gəlsin. Ne bileyim, Avrupa'ya kaçanlar da siyasi muhacirler, yani oturum almak için Azerbaycan'da olan ortalıktaki dırnak arası muhalefetin oynadığı oyunlara destek vermek, çünkü oturum lazımdı. Çamadanın yığıb kaçmak isteyenler de ay tuturlar, ay az kesirler, ay iş yoktu. Ay söz azadlığı yoktur, ay demokratiya yoktur, diktatura tüğyan edir. Beləliklə günü günə satırıq. Azərbaycan da batdıqca batır. Bizim də doğru dediklərimizi qəbul etmirlər. Bir grup deyə tapab deyə bilmirəm, yığışıb hakimiyyəti ələ keçirib. Grup deyəndə bu yani milyonları keçən bir saydır. Bir küçük grupta ana muhalefet, dede muhalefet diye ortalığı toz duman edip, elə valla toz dumandan başka bir şey yoktu. Bir iki girdirme medyaları var, onun vasıtasıyla sesleri, küyleri hay huy. Son mesela baş veren Tevfik Yaqublu ile bağlı baş veren hadiseler bir daha gösterdi ki Azerbaycan'da gülməli bir durum var. Nigarın fəryadı, İlham Əliyev öldürmə, azad et, İlham Əliyev öldürmə, azad et. Mənə bu belə gəlir ki, bu fəryad başqa bir insana yönəlmişdi ki, İlham Əliyev, bax fikir ver, səndən istifadə edib, sənin əclaflıqlarından, alçaqlıqlarından, Azərbaycanın qanını sormağından, heç nə yoxdur Azərbaycanda deməyindən, problem yoktur Azerbaycan'da deməyindən, bütün korrupsiyanı Azerbaycan'da şaxələndirib, çiçəkləndirib, istediğin kimi istifade etməyindən istifade edib, bax, muhalefet var, ne bileyim ne var, bir taraftan da qışqırırlar ki, bəs yaxşı, Azerbaycan'da diktatura var, bu indicə bundan önce saydıklarımı nəzərə alaraq, Azerbaycan'da hiç kim azad sözden istifade edebilmez. Yani hakkını isteyebilmez. Azerbaycan'da azad seçkilerin geçirilmesini isteyebilmez. Serhetlerin açılmasını isteyebilmez. Uşaq pulularının verilmesini isteyebilmez. Elə başın salıp aşağı aç, qorxa imkan yarandığı kadar qarnını doyurmaq, ailesine bakmaq ve bu hara kadar gedecek belə? Hara kadar? Yani Azerbaycan'daki durumlar sizi narahat etmirsə, mən xaricdə yaşadığım dövrdə məni çox narahat edir. Diyeceksiniz niye? Çünkü mən Azerbaycan'a gedib gəlmək istəyirəm. Bu hakimiyet şərəfsiz sülalə Əli Paşayevlər oldukça bu mənim üçün mümkün değil. Hatta yalvarsalar da mən getmərəm, gəlmərəm. Çünki
bu şerefsizler onda bütün dünyaya səs-küy salarlar ki, baxın, biz heç kimə heç nə eləmirik, gəlirlər, gedirlər. Amma bunu İlham Əliyev tribuna qarşısında da, bu İlxoz Kolxozoviç Komsomolski, bütün xalqın qarşısında da desə ki, mən heç kimə dəyməyəcəm, şəxsən mənim adımı çəkərək desə ki, hətta mən Azərbaycana gəlib getsəm, o mənə dəyməyəcək, mən onun heç bir sözünə inanmıram. Çünki mənim Azərbaycana gəlib getməyim çox bir o qədər də vacib deyil ki, mən Azərbaycanı azad, demokratik, diktaturasız, insanların bütün haqlarının bərabər olmasını, bütün Azərbaycan vətəndaşlarının Azərbaycanda yaşadıkları dövrdə onların hüquqları pozulmamasını istəyirəm. Və bu da ki, bu sülalə hakimiyyətdə olduğu dövrdə heç cürə mümkün deyil. Bunu vurgulamaq istəyirəm ki, mümkün deyil. Amma ortalığı toz duman edən insanlar deyənlər ki, diktatura var və sonra da deyir ki, biz Azərbaycanın Şimali Koreya və Türkmenistana çevrilməsini istəmirik. Və bununla da bunlar demək istəyirlər ki, Azərbaycanda müxalifət var. Bəs necə olur? Diktatura var, yoxsa müxalifət var, nə var? Bunu da bizə bu cəmaata anlatsalar yaxşı olar. Məsəl üçün, Tofiq Yaqublu'nun aclıq aksiyası keçən dəfələrdə baş tutdu. Çünki bütün Azərbaycanlılardan, əsasən də xaricdə olanlardan məndən belə bu dəstək aldı və biz hayküy saldıq ki, Tofiq Yaqublu'nu buraxdılar. İndi bu dəfə alınmadı. Çünki Tofiq Yaqublu artıq düzgün hərəkət eləmir. Tofiq Yaqublu'nun ailəsi ancaq Tofiq Yaqublu'nun azadlığı ilə, öz ailələrinin azadlığı ilə məşğuldular. Məsəl üçün, bu cür fəryad, tüğyan Azərbaycanda bugünə qədər tutulanlar üçün Tofiq Yaqublu ailəsindən kim üçün edilmişdi? Oğlu Rəhimi götürək, 2 ildə artıq Amerikada yaşayır. Etdiyi son aksiyalar atası üçün, o kim üçün etmişdi Amerikada? Heç kim üçün, heç səsini də eşitməmişdik. Amma atası tutulan kimi, atası aclıq aksiyası keçirir. İlham Əliyev onu azad et. Düşdü ortalığa aksiya keçirməyə. Heç bir aksiyada da İlham Əliyevə qarşı heç bir güclü nə plakat, nə şuar səsləndirilmədi. Amma bax mən öz ailəm üçün düşməmişdim ortalığa. Mən Tofiq Yaqublu üçün etdiyim aksiyaları heç onun ailəsi etməyib. Bax, budur məsələ. Düzgünü, doğrunu. Tofiq Yaqublu da həbsdən çıxır, Əli Kərimli onu azad edib. Düşünün ki, bu adam aclıq aksiyası keçirir, aclığının quru aclıq deyir. 20-ci günüdür, bu Əli bəyin yubileyini təbrik etməyə belə vaxt tapır. Yəni, söz danışa bilmir, amma Əli bəyin 60 illik yubileydi, onu da təbrik edir. Yəni, gülünç bir duruma qoyub özün. Bu yaşında adam olub Əli Kərimlinin trolu. Əli Kərimli də ki, öz vasitəsilə bundan istifadə edir gərəyincə. Amma nəyə nail olur? Əli Kərimli miting etmək üçün, aksiya etmək üçün, bir ölüm aclığının, ölümün ayağında olan siyasi məhbusun azadlığa çıxması üçün yenə də icazə istəyir. Bunun hakimiyyətindən, diktaturadan icazə istəyir ki, icazə verin, Tofiq Yaqubluya azadlıq istəyək. Bu nədir? Bax, bunu siz bir Azərbaycan xalqı olaraq bir mənə də anladın görüm. Belə də danışanda xoşunuza gəlmir. Niyə də gəlsin ki? Əlbəttə, Azərbaycandan qaçmaq istəyənlər Əli bəyin yanındadılar. Azərbaycandan qaçırtdıqları Avropada oturum almaq istəyənlər Əli bəyin yanındadılar. Ona görə də Azərbaycanda heç nə irəliləməyəcək. Elə bax, belə də gedəcək. Bunu mən sizə demək istəyirəm. Xoşunuz gəlmir, gəlməsin. Baxanlar baxır, mənim doğru, dürüst, düzgün yolda olduğumu, düzgün mübarizə apardığımı görürlər. İstəyirsiniz, hər cümləmin sonunda bu rejimə şərəfsiz deyim, namussuz deyim, İlham Əliyev ləyaqətsizdir, xəyanətkardır, alçaqdır, onun ətrafında olan hər bir məmur gözü ilə görmüşdür, əxlaqsızdır, binamusdur. Bunu mən durmadan deyim.
Yani niye bunu demek istedim? Çünkü siz de belə danışanda, doğru düzgün danışanda, Azerbaycan'daki muhalefetin oyun oynadığını danışanda hemen insanın üstüne damga vurursunuz ki ay satılıp. Siz alveri, gülveri, mulveri diyandırın, grantları almak için oyunları diyandırın, doğru dürüst mübarize aparanların başın yemeği diyandırın. Onda göreceksiniz ki ben dediklerim hamısı düpedüzdür. Bak belədir vəziyyət. Elə bu kadar 10 dakika danıştım bəsdir.